Bir sualım var. Mesela tövbə edən şəxs sırf ürəklə də təmiz tövbə edir. Ondan sonra özündə hansı əlamətləri görməlidir? Yəni onun bəhrəsində, yəni tövbə qəbul olunmaz. Ən əsas peşmançılıq. Məsələn, insan elə bil ki, bizdə də elə insan sındı. Onu özündə hiss edirsə, necə alimlər deyir, tövbənin ən gözəl əlaməti budur. Yəni, insan qəlbində bir kövrəkliyi, bir sınıqlıq hiss edir. Yox, narahatçılıq deyil o. Elədiyi işlərə görə Əksinə ondan hətta bəzən həzz alır o kövrəlikdən. Hiss edir ki, qəlb artıq kövrəlib, qəlbən o peşmanlıq, yəni duyub artıq, o özü əlamətdir. Və ən gözəl əlamətlərdən biri tövbədən qabaqki halın və tövbədən sonraki halını qiyas ilə. Bir islah varsa, inşallah xeyirdir. İxlasla.com saytı tərəfindən təqdim olundu.